Picasso toyuğu hazırladım. Bu bir yemek değil, bu sənət əsəridir. Mənə lazım olan ərzaqlar 2 dənə filə, biber, pomidor, soğan, nanə və sarımsaq. Başlayaq hazırlamağa. İlk toyuqlara duz və paprika əlavə edirəm. Yəni belə hopsun canına. Bu şəkildə edirəm. Qoyuram kənara, bir 5-10 dəqiqə dursun. Tereyağım əridi. Bu xörək tereyağı ilə lap dadlı olur. İndi qızardıram 200-də inşallah. Toyuqlarımın 200-də qızartdım. Qoyuram kənara. Həmin o yağda tərvəzlərimi qızardıram. Xırda-xırda doğramıram. Bu şəkildə doğrayıram. Biberləri də tökdüm soğanın üstünə. Qəşəng qovrulsunlar. Sarımsaqları da tökürəm biberin üzərinə. Pomidor doğrayıram. Amma qabıqlarını çıxardıram. Pomidorları da xırdalayıram. Doğradığım pomidorları da üzərinə əlavə edirəm. Ədviyaları da əlavə edirəm. Həmişə olduğu kimi video aşağısında yazacağım sizlərə. Hansı ədviyaları nə qədər əlavə etdim. Bizə lazımdır qaymaq. İstəsəniz sulu qaymaq əlavə edə bilərsiniz. Məndə qatı qaymaqdır. Yəni bunu daha rahat tapa bilərsiniz. Yarım stakan ya süd əlavə edin, ya da yarım stakan su əlavə edin, qatışdırın. Bu şəkildə ora atsaz, soğuz qəşəng alınmayacaq. Qaymağın üzərinə su əlavə edib qatışdırıram. Suda qaymağı açıram. Qovurduğum tərəvəzləri tökürəm qaba. Üzərinə qoyuram qızartdığım toyuqları. Qaymağı üzərinə əlavə edirəm. Və üzərinə pendir rəndeləyirəm. Ya mozzarella, ya da Holland. Hazır oldu. İndi saparım sobaya 150 dərəcədə 15-20 dəqiqə bişsin. Hazır oldu. Üzərinə göyərti səpirəm ki, hansı göyərtidən istəsə istifadə edə bilər. Çox dadlı, ətirli. Əsasda ki, filə çox soçlu qalır. Pambıq kimin olub. Dadı da ki, möhtəşəm. Bu resepti itirməmək üçün like-a basın və dostlarınızla paylaşın. Gündəlik Telegrama gəlib asan reseptlər tapa bilərsiniz. Link kommentdə.